belə deyildik. Biz qocaların, uşaqların, xəstələrin, sosial durumu aşağı olan insanların qayğısına daha çox qalırdıq. Daha çox onlara görə narahat olurduq. İndi fərqli dünyaya baxışımız var. Təbii ki, hamının yox. Amma deyərdim 66%, 60%, 70% məhz belədir. Məsələn, mən imkanlı adamlar tanıyıram ki, onların xoşuna gəlmir ki, onların yanında problemi danışasan, onların yanında puldan söhbət edəsən, onların yanında qocalar evindən, internatlardan, nə bilim, detdomlardan, yetimxanalardan, üzr istəyirəm danışasan. Çox imkanlı adamlar belədir. Sən Allah mənim yanımda qocalar evindən danışma, əsəbləşirəm. Nə bilim, internatdan danışma, detdomdan danışma, problemdən danışma. Biz belə deyildik. Bu son illərdə biz belə olmuşuq laqeyd. Biz qocanı qocalar evindən götürüb aparıb qoyuruq ruhi dispanserə, dəlixanaya. Nə var onun kartında? Bir 3000, 4000, 5000 pul var. Və onu orada saxlayırıq bir ay, 20 gün, 25 gün. O kartından pulunu çəkirik, götürürük. O qoca özünə gələndə ki, mənim kartım boşdur, niyə mənim paralarım burada yoxdur? Onda ona belə cavab verilir ki, hə, bilirsən, biz səni müalicə etdik, sənin bu pulların müalicəyə xərcləndi. Dövlət müəssisəsi bu qocanı aparır, qoyur dövlət müəssisəsinə. Həmin o dövlət müəssisəsi, halbuki o pulsuzdur, o qocanın kartından pul çəkir. Bu ən çox baş verir Maştağada olan bir sayılı ruhi dispanserdə. Ən çox orada baş verir. İndi Orxan həkimində soyadım bura yazmışdım, Orxanın yadımdan çıxıb, amma Orxan, bəli, Orxan Rasimoğlu Cəfərov. Ən çox baş vermişdi Orxan həkimdən əvvəl, hansı ki, ruhi dispanserin Maştağada yerləşən, belə deyim, dəlixananın rəhbəri olan həkimin müddətində, vaxtında, zamanında baş vermişdi. Çünki qocalar evinə məhz Maştağadakı yerləşən ruhi dispanser bir baza kimi baxırdı, pul bazası kimi, biznes kimi baxırdı. Orada qocaları mütəmadi olaraq gətirib yerləşdirdilər bura, həmən onların kartından pulu çəkirdilər və təkrar geri qaytardılar. Onlar üçün o artıq bir biznes idi. Yəqin ki, mən inanıram ki, bu son vaxtlarda olmayacaq. Çünki qocalar evinin direktoru Samirə Mehdiyeva keçmiş. Artıq işdən uzaqlaşdırılıb. Artıq orada ciddi yoxlamalar aparılır, araşdırmalar aparılıb. Onun etdikləri en qədər nöqsanlar təbii ki, araşdırılacaq, üzə çıxacaq və təsdiqini tapacaq. Və üzümü tuturam əlbəttə ki, yenə də agentliyə, sosial agentliyə ki, Samirə Mehdiyeva ilə bağlı ciddi araşdırmalar aparılmalıdır. Və Samirə Mehdiyeva elə bilirdi ki, ömürlük qocalar evində, bu qocalar evi Bilgətdə yerləşir. Mən sadəcə olaraq qocalar evi deyirəm ora, qocalar pansionatı. Çünki o məşhur bir yerdir. Qocaları orada görənlərin hər birisi kövrəlir. Ay, biz qocalanda bura gəlməyək. Amma Samirə Mehdiyeva orada işlədiyi, çalışdığı, rəhbər olduğu müddətdə düşünürdü ki, burada ömürlük olacaq. Onun alnına yazılıb ki, Samirə Mehdiyeva, sən burada ömürlük qocalar evində direktor olacaqsan, rəhbər olacaqsan, buranın nə bilim nəyi, atamanı olacaqsan falan uzaqlaşdırdılar. O getməmişdən öncə orada bir Rafiq var. Riyaziyyat müəllimi olub, qoca. Onu aparıb yerləşdirib qocalar evinə. Və mən çağırış edəndən sonra onu geri gətiriblər. Bir 3 gün, 4 gün bundan əvvəl. Amma Rafiqi gətirərkən spirtli içki qəbul etdiriblər ona. O orada gəlib yenə qalmaqal yaradıb, dava salıb, nə bilim mübahisələr yaradıb da. Yaşlı adam, xəstə, təbii ki, ruh xəstə deyil. Hər birimizin, yaşlı adamların bədənində bir xəstəlik var. Və onu spirtli içki qəbul etdirib gətiriblər ki, nümunə, o deyir, bariz nümunə. Nümunə kimi götürüblər ki, görürsünüz, bax, bizim qoca onu dəlixanadan çıxardan kimi, kənarlaşdıran kimi gəldi, bura içdi. Məndə bir sual yarandı. Mənə verilən məlumata görə, mən məlumata alanda sual verdim öz-özümə. Dəlixananla, Maştağada yerləşən ruhi dispanserlə, bir sayılı ruhi dispanserlə, Bilgətdə yerləşən qocalar evi, pansionatın arasında heç yarım saatlıq bir məsafə yoxdur. Bu kişini xəstəxanadan çıxardıb, siz gətirirsiniz pansionata. Bu harada işdir? Kimin yanında işdir? Onun pulu vardı mı? Niyə bu şəraiti yaradırsınız bu qocalar üçün? Sonra təkrar geri qaytarmağa cəhd edirsiniz. Sosial agentlik xahiş edirəm, çox xahiş edirəm.
Bu qocalarla bağlı xahiş edirəm. Bu araşdırmaları davam edin. Onlara olan bu münasibəti də aradan götürməyə çalışmaq lazımdır. Və mən deyirdim ki, Samirə Mehdiyevin kadrlarından biri də Xalidə Çiçəkdir. Hələ də orada dururlar. Hələ də Samirə Mehdiyevanın qoyduğu o qanunlar var orada. Xoşa gəlməyən. Onları məhz Xalidə və Çiçək davam etdirir. Mən oran rəhbərliyinə üzümü tuturam. Bu Samirə Mehdiyevanın kadrlarıdır, bu xanımlar. Orada nələr edir? Araşdırma aparır.